Müharibənin 5-ci ilində Ukrayna paytaxtı növbəti dəfə ən ölümcül zərbələrdən birini yaşayıb. Rusiyanın kütləvi hava hücumu nəticəsində geniş miqyaslı dağıntılar baş verib. Rəsmi məlumatlara görə paytaxtda azı 30 nəfər həyatını itirib. 90-dan çox insan yaralanıb. Minlərlə sakin gecəni sığınacaqlarda keçirməli olub. Hücum coğrafiyası geniş olub. Xerson, Dnepropetrovsk və Nikolayevdə də mülki şəxslər hücumun hədəfinə çevrilib. 100-dən çox yaşayış binası zədələnib. Prezident Volodymyr Zelenski bildirib ki, Rusiya bu hücumu maksimum dağıntı və insan itkisi yaratmaq məqsədi ilə planlaşdırıb. Bəzi binalar demək olar ki, tamamilə dağılıb və elə ailələr var ki, sahib olduqları hər şeyi itiriblər. Ümumilikdə 100-dən çox yaşayış binası zədələnib. Bu dəfə Rusiyanın əsas hədəfi Kiyev olsa da, Kiyev vilayəti, Xarkov, Zaporojye, Çernigov, Sumi və Dnepropetrovsk vilayətinin icmaları da hücuma məruz qalıb. Bu gecə ərzində 48 raket və müxtəlif tipli 476 pilotsuz uçuş aparatı vurulub. Təəssüf ki, hamısını məhv etmək mümkün olmayıb. Balistik raketlərə qarşı sistemlərimiz çatışmır. Patriot sistemləri kifayət qədər deyil. ABŞ və Avropadakı tərəfdaşlarımız bu istiqamətdə daha fəal olmalıdırlar. Beynəlxalq birlik baş verənlərə dərhal reaksiya verib. BMT hücumları qətiyyətlə pisləyib. Təşkilatın monitoring missiyasının hesabatları da acanacaqlı mənzərəni ortaya qoyur. Ötən ilin sonundan Ukraynada mülki itkilərin sayı 40% artıb. Rusiya silahlı qüvvələrinin hücumlarının yaratdığı itkilər və qorxu insanların psixoloji travmasını daha da dərinləşdirir. Kiyevdə və Ukraynanın digər bölgələrində yaşayan mülki şəxslər hər an növbəti hücumu gözləmək məcburiyyətində qalmamalıdır. Çünki beynəlxalq hüquqa əsasən mülki əhali qorunmalıdır. Bu kütləvi zərbə həm də ciddi bir hərbi texnoloji fərqlə yadda qalıb. Rusiya artıq Çin istehsalı olan reaktiv mühərrikli yeni dronlardan istifadə edir. Saatda 500 km sürətlə uçan bu aparatları adi dron tutucularla vurmaq olmur. Radarda isə onları raketdən ayırt etmək çətindir. Moskva bu yüksək sürətli pilotsuz aparatlarla Patriot sistemlərini yükləmək və ardınca gələn balistik raketlərə maneəsiz yol açmaq istəyir.